Salam, Milli Cəbhə Partiyasının başqan müavini də həm də Məhəmməd bəy. Minnətdarıq sizə dəyərli zamanınızı ayırdığınız üçün Məhəmməd bəy. Məhəmməd bəy, həm də bir siyasi ekspert olaraq təbii ki, sizin də fikirləriniz bu yöndə bizə maraqlıdır. Elə həm də partiyanızın təmsilçisi olaraq da mövqeyiniz hər zaman bu yöndə biz dinləyirik, maraq doğurur. Necə dəyərləndirirsiniz? Bax, bir çox istiqamətlərdən İran maksimum şəkildə çalışır ki, Azərbaycanı qaynar alovun özünün yaratdığı və özünün içərisində olduğu alovun içərisinə çəksin. İranın indiki siyasəti, Azərbaycan siyasəti üçdür və zamanla bu problemlər daim var və düşünürəm ki, nə qədər ki İranda molla rejimi var və bu Tehrandan qaynaqlanan siyasət davam edəcək. Xüsusilə ABŞ-İran müharibəsi sonunda biz gördük ki, məhz İrandakı İran İnqilab Filisləri korpusuna bağlı media qurumları anti-Azərbaycan mövqeyinə yer verirlər, Azərbaycana qarşı qara kampaniya aparırlar və məqsəd də aydın Azərbaycan Respublikasının müstəqilliyini həzm edə bilmirlər. Azərbaycan Cənubi Qafqazda həyata keçirdiyi siyasət Tehran tərəfindən qəbul olunmur. Xəzər dənizində İranın gəmisinin vurulması təbii ki, bilirsiniz ki, İran uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyanın silahlandırılmasını həyata keçirir. Bir növ Rusiya və İran Xəzər dənizini hərbiləşdirib, geosiyasi və geosiyasi müharibə bir mərkəzinə çevirib Rusiya və İran. İndi də nədənsə Sepah, Tehranda oturanlar Azərbaycanı günahlandırır. Qeyd edim ki, Ukraynanın İran gəmisinin vurulması Ukraynanın hüququdur. Niyə? Çünki İranın şahid bağları və digər hərbi təyinatlı lojistikalar məhz İrandan Rusiya daşınır və onlar da Ukraynaya qarşı döyüşdə istifadə olunur. Ukrayna dronları qəti şəkildə Sevanı iddia etdiyi kimi Azərbaycan üzərindən deyil, bu Rusiyanın Şimali Qafqaz, Dağıstan üzərindən keçib elə bu isim Astrakhan üzərindən də gələ bilərdi. Qeyd edim ki, Ukrayna bir dövlət deyil ki, hansısa onun dost və tərəfdaş ölkəni çətin vəziyyətə salsın. Həmçinin Azərbaycan daima qeyd edib ki, Azərbaycan işğal məkanından və yerüstü məkanı heç bir ölkəyə qarşı istifadə etmir və bundan sonra da etməyəcək. Bunu İranda da yaxşı bilirlər. Prezident Məsud Pezeşkiyan və digər hökumət üzvləri sadəcə olaraq Sepah və ona bağlı qurumlar mühafizəkar qurum Azərbaycan günahlandırırlar və dediyim kimi Azərbaycan Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı Ermənistanla sülh istiqamətində atdığı siyasət və prosesi Məhəmməd bəy, siz düşünürəm ki, bir qurtum suyla biraz rahatlanın. Elə o sırada mən də elə mövzunun davamı olaraq təbii ki, öz fikirlərimi bildirmiş olum. Ardınca sizin də fikirlərinizi almış olum bu yöndə. Təbii ki, bu qarayaxma kampaniyasından biz danışırıq. Sadəcə bugünün siyasi mənzərəsi deyil, sadəcə Amerika-İran qarşıdurması fonunda yaranmış yeni reallıqlar deyil. Mütəmadi olaraq İran adlı dövlətdən təəssüflər olsun ki, bizə qarşı hansı ki, hər zaman İranla, bütün qonşu ölkələrlə də, region gücləri ilə də dinamik, inkişaf edici münasibətlərə üstünlük vermişik. Ancaq buna rəğmən hətta etdiyimiz yardımları belə fərqli adlar altında onlar öz daxili auditoriyalarına, cəmiyyətlərinə onlar təqdim etməyə çalışıblar. Hətta bundan Güney Azərbaycanlı soydaşlarımıza qarşı belə fərqli istiqamətlərdə istifadə etməyə çalışıblar. Yəni, belə bir zehniyyətə sahib olan dövlətlə təəssüflər olsun ki, biz qonşuyuq. Buyurun. Təbii ki, İrandakı Sepah qüvvələri hələ də Azərbaycan siyasətlərini davam etdirirlər. Cənab Məsud Pezeşkiyan daima Azərbaycanla bağlı pragmatik və reallıqlara uyğun mövqe tutub. Amma görürük ki, Sepahla prezident administrasiya arasında da çox ciddi kəskin fikir ayrılıqları var. Və bunu Amerika-İran müharibəsində Amerikaya qarşı müharibədə də biz bunu görürük, qonşulara qarşı mübarizədə də bunu görürük. Bu günləri İranın məhz
ikinci dəfə Amerika ilə müharibəyə yuvarlanmasında Sepahın dırnaqarası müstəsna xidmət. Və bu gündə Sepah həm Türkiyə, həmçinin Azərbaycana qarşı bu qara PR kampaniyasını davam etdirir. Amma nəzərə almalıdırlar ki, bu günlər həm Türkiyədə, həmçinin Azərbaycandan müharibədə İrana qarşı hər hansı bir tədbir həyata keçirilmədi və bundan sonra da keçirilməyəcək. Halbuki İranın digər qonşuları ərazisindən İrana qarşı hərbi təhdidlər, hücumlar təşkil olundu. Mən hesab edirəm ki, İran hökuməti bunu diqqətlə izləməlidir. Və Ukrayna ilə də bağlı müharibədir. Ukrayna ilə bağlı münaqişədə Xəzər dənizinin hərbiləşdirilməsi, müharibə meydana çevrilməsində birbaşa Tehran rejimi günahkardır. Xəzər dənizi sülh və təhlükəsizlik dənizdir. Xəzər dənizində heç vaxt heç bir ölkəyə qarşı istifadə olunmamalıdır. Bunu Rusiya, Kalibr raketləri atman Ukraynaya itdi. Həmçinin Xəzər dənizindən silah daşımaları həyata keçirməklə Rusiya və İran bunu həyata keçirir. Sonra Azərbaycanı bunlar günahlandırırlar. Yəni bir müddətdən sonra İran rəsmiləri çıxıb deyəcək ki, bu yanlış qərar idi, Azərbaycan burada rolu yoxdur. Bunu çox gözəl bilirlər. Sadəcə olaraq paniraniz qüvvələr, türkfobiya, anti-türk siyasət həyata keçirənlər bunu daima gündəmə gətirməklə hesab edirlər ki, Azərbaycana qarşı təzyiq edirlər. Həmçinin bu qüvvələr İran-Azərbaycan əlaqələrini hədəf alırlar. Azərbaycan müharibədə İrana humanitar yardımlar göndərdi, etiraz qaldı, İran ərazi bütövlüyünü daima dəstəklədi, müharibənin əleyhinə olduğunu vurguladı. Amma Tehranda oturan bu qüvvələr İran-Azərbaycan əlaqələrini daima hədəf alırlar. Mən hesab edirəm ki, bu qüvvələr ilə İranın dövlətçiliyin əleyhinə olan qüvvələrdir. Bəli, Məhəmməd bəy, bax bu proses elə biz digər buraxılışımızda da Rusiya-Ukrayna müharibəsi çərçivəsində də bu baş verənlərə müəyyən qədər fikir bildirməyə çalışdıq. Sizin də fikirlərinizi eşitmək bizim üçün maraqlı olardı. Ukraynanın atacağı adekvat reaksiya nədən ibarət olacaq və bu baş verənlər Ukrayna üçün həm də yeni cəbhənin açılması deməkdirmi? İndiyə qədər müəyyən qədər yardımları səngiyən Amerika Birləşmiş Ştatları bu yöndə artıq Ukraynanın nəhayət ki dəstəyinə çata biləcək. Bilirsiniz, Ukrayna ikinci cəbhənin açılmasını qəti surətdə istəmir. İranın gəmisinə zərbə vurulmalıdır. Orada düşünülmürdü ki, bu İran gəmisi və qeyri-İran gəmisidir və bu hərbi təyinatlı gəmi olub İrana Rusiya silah sursat daşır. Həmçinin əks tərəfdə bu hədəf alınmalıdır Ukrayna tərəfinə və Ukrayna əraziləri, Ukrayna xalqı bu silahlara tuş gəlir. Ona görə də İran-Ukraynaya qarşı hədələri mən hesab edirəm ki, sözdən o tərəfə keçməkdir. Amma Ukrayna dediyim kimi ikinci cəbhəni açmaq istəmir. Amma Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi dəstəyi davam etdirəcək. Volodimir Zelenski artıq ABŞ-dadır, danışıqlar aparılır. Patriot havada müdafiə sistemlərinin istehsalı ilə bağlı lisenziyasını artıq Ukraynaya verilib. Və düşünürəm ki, ABŞ və Ukrayna arasında yeni bir əməkdaşlıq mərhələsi başlayıb. Amerika Birləşmiş Ştatları kifayət qədər Ukraynanı dəstəkləməklə Rusiyaya qarşı təzyiqləri artıracaq. Bəli, Məhəmməd bəy, Azərbaycan-İran münasibətləri kontekstində də bu məsələni təbiidir ki, davam etdirmək istərdik. Sizinlə hətta media qurumlarına qarşı olan kampaniyanı da bundan öncəki buraxılışımızda daha ətraflı danışmışdıq. Azərbaycan dövlət televiziyasına qarşı olan bu addım da daha çox diqqət çəkmiş olur. Əlbəttə ki, Günas TV bir televiziya olaraq İranda bizim soydaşlarımıza qarşı baş verən bütün haqsızlıqları, ədalətsizlikləri işıqlandırmaqla yükümlü olan bir televiziyadır. Həm də bu yöndən biz dəyərləndirə bilərik televiziyanın fəaliyyətini. Ancaq Azərbaycan dövlət televiziyası təbiidir ki, Azərbaycanın elə həm də dövlət mövqeyini əks etdirərək müəyyən mənada neytral, belə desək, buraxılışları təqdim edən bir televiziya kanalı olub. Yəni buna rəğmən həmin televiziyanı qaralamaq və ona qarşı bu cür kampaniyanı aparmaq nəyin nəticəsidir? Təbii ki, Azərbaycan Dövlət Televiziyasına qarşı
düşmən televiziya siyasətinin salınması, bir növ Azərbaycan dövlətini düşmən siyasəyə alması. Azərbaycan televiziyası Azərbaycan dövlət dilidir, rəsmi dövlətin kanalıdır, dövlətin özüdür və göründüyü kimi bu qəsdən siyasət həyata keçirir və Gülnazı başa düşə bilərdi. Gülnaz TV İranda yaşayan soydaşlarımızla bağlı vaxtlaşır, verilişlər verir, İranda gedən siyasəti elə biz də burada səhv şəkildə tənqid edirik. Amma Azərbaycan dövlət televiziyasını hədəfə almaq dediyim kimi birbaşa Azərbaycan dövlətinə hədəf almaqdır. Yəni məqsəd İrandakı rejimin məqsədi Azərbaycan Respublikası. Çünki onlar Azərbaycan Respublikasını İranın təhlükəsizliyinə təhdid görürlər. O, Azərbaycana qarşı ikili bir xətt var. Bir xətt Azərbaycanla əməkdaşlıqla maraqlıdır. İslahatçılar, mühafizəkar və sərhəd tərəfdarları isə Azərbaycan daimi hədəfə alanlardır və çox təəssüf ki, sərhəd və mühafizəkar qüvvələrin mövqeyi daha güclüdür və onlar Azərbaycanı daimi təzyiq altında saxlamağa çalışırlar. Amma unutmasınlar ki, bu günlər Azərbaycan güclüdür. Cənubi Qafqazda Azərbaycan yeni bir siyasi nizam yaradır. İranın Azərbaycana 30 ildən artıq tənzimləri heç bir nəticə verməyəcək. Ağıllarını, başlarını hepsini Azərbaycanla normal münasibətlər sistemi qursunları. Unutmasınlar ki, 40 milyona yaxın bizim İrandakı, Güney Azərbaycanda bizim soydaşlarımız yaşayır və onları biz istənilən vaxt ayağa qaldıra bilərik. 40 milyon və burada da 10 milyon. Yəni bizim daha çoxumuz Güney Azərbaycandır ki, İranın ərazisində yaşayır. Hesab edirəm ki, Tehrandakı qüvvələr təbii ki, Azərbaycanın düşmən ölkə göstərməklə bir növ bizim 40 milyon Güney Azərbaycanda yaşayan soydaşlarımıza bizi təhdid kimi, bizi düşmən obrazında göstərmək istəyirlər ki, bir xalq arasında düşmənçilik toxumu səpsinlər və məqsəd ondan ibarətdir. Bir növ Sepahın Bastiliyini hədəf alması, Azərbaycan Respublikasını hədəf alması, həmçinin onların səhər televiziyası var, Mehr Aketli var, bunların Azərbaycan təbliğatının məqsədi dediyim kimi o güneyli ilə kuzeyli xalq arasında düşmənçilik və nifaq yaratmalıdır. Bu da mən hesab edirəm ki, bizim Güney Azərbaycanlarımız adildirlər, onlar prosesləri gözəl bilirlər, Fars hiləgərliyinə onlar qapılmamalıdır. Onlar bilməlidirlər ki, bu günlər Fars diplomatiyasının məqsədi Güney Azərbaycanla Kuzey Azərbaycan arasında düşmənçilik yaratmaq, Azərbaycan Respublikasının bir təhdid kimi onlara göstərməkdir. Bəli, Məhəmməd bəy, elə İran mövzusundan danışmışkən, yeri gəlmişkən o məqamı da vurğulayaq ki, müharibənin hazırki, yəni gərginlik fonunda müəyyən fasilədən sonra Netanyahu və Donald Trump görüşü həyata keçir və elə Netanyahu özü də Reuters agentliyi bildirir ki, Netanyahu özü müsahibəsində qeyd edib ki, əsas aparıcı gündəm mövzumuz, yəni müzakirə mövzumuz məhz İrandır. Nələr razılaşdırıla bilər, nələr danışıla bilər? Bilirsiniz, İranla bağlı ABŞ rejimləri arasında fikir ayrılıqlarıdır. Amerika daha sonra İranla anlaşmaq istəyir, yenidən memorandumun qüvvəyə minməsini və müəyyən dərəcədə güləşlər qoparmasını istəyir İranla. Bir də Venezuela təklif istəyir Donald Trump. Amma Binyamin Netanyahu daha çox İranın nüvə obyektlərinin tamamilə sıradan çıxarılması, İran liderlərindən sui-qəsd və İranın parçalanmasına çalışır. Ona görə də hesab edirəm ki, Binyamin Netanyahu və Trump arasında görüş müsbət nəticə olmayacaq. Həmçinin Binyamin Netanyahu F-35'lər Türkiyə verilməsinin qarşısında çalışır. ABŞ və Səudiyyə Ərəbistanda nüvə razılaşmasının qarşısını almağa çalışır. Bir növ Binyamin Netanyahu Amerikaya səfəri silah və təhlükəsizlik xidmətinə etmir. Bir növ özünün siyasi ambisiyalarını, İsrailin işğal siyasətini, İsrailin regionda xaç və anarxiyanın hökm sürməsində özün planını təqdim etməyə gedir. Ona görə də Binyamin Netanyahu təqdim edəcəyi strategiya, siyasət
Amerika Birləşmiş Ştatlarının yaxın şərq strategiyasına ziddir. Bir də seçkilərdə özünə dəstək istəyir. Yəni, proses bundan ibarətdir. Mən düşünürəm ki, Türkiyə ilə və İranla bağlı, üçün Səudiyyə Ərəbistanla bağlı Donald Trump və Binyaminlə anlaşmaya bilər. Düzdür, Donald Trump müəyyən razılıqlar verə bilər, amma səhərə digər açıqlamalar verməsi də mümkündür. Amma bütövlükdə götürəndə ABŞ-ın yaxın şərq strategiyası mən düşünürəm ki, dəyişməzdir və ona İsrailin ciddi şəkildə təsir etməsi də mümkündür. Aydındır. Minnətdarıq sizə Məhəmməd bəy, dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı şərhiniz üçün. Sağ olun. Sağ olun. Bəli, əziz izləyicilər, bir çox məsələlər əslində toxunmuş olduq. Məhəmməd Əsədullazadə bəylə, həm də Milli Cəbhə Partiyasının başqan müavinidir Məhəmməd bəy. Yəni bir partiya təmsilçisi olaraq, həm siyasi ekspert olaraq İranın son dönəmlərdə daha intensiv formada, xüsusən də media resurslarından istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyası aparmasını, ölkəmizi bütün bu qaynar məsələlərin, proseslərin içərisinə çəkmək istəyində olmasını, Xəzəri geostrateji mənada gərginlik mərkəzinə çevirmək maraqlarının olmasını və bütün bunların əslində özünün yaratdığı bütün bu nəticələrin arxasında isə Azərbaycanın olduğu qənaətini, dırnaqarası təbiidir ki, qənaətini daxili auditoriyaya qəbul etdirməyə çalışması ritorikasından həm də danışmış olduq. Əziz Əlibəli də bu yöndə maraqlı fikirləri ilə mediada diqqət çəkib yazır ki, Tehran yardım adı ilə əhaliyə arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıb, Azərbaycan iqtisadi baxımdan inkişaf etdikdən sonra 2011-ci ildə qurumun qeydiyyatını ləğv etdi. Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində bu qurum məcburi köçkünlərlə yanaşı selektiv şəkildə Qarabağda şəhid olmuş şəxslərin ailələrinə də yardım göstərərək onları ön plana çıxarmağa çalışırdı. Rəsmi açıqlamalara görə İran tərəfi Azərbaycanda həyata keçirdiyi humanitar layihələrə 20 il ərzində 43 milyon ABŞ dolları vəsait sərf etdiyini bildirir. Lakin tarix göstərdi ki, xərclənən bu vəsait Azərbaycanlıların humanitar vəziyyətini yaxşılaşdırmaqdan daha çox qaçqınlar arasında Azərbaycan dövlətinin deyil, İranın təbliğatının aparılmasına və İranın xilaskar dövlət obrazında qəbul etdirilməsinə xidmət edib. Tabutlarla məcburi köçkün düşərgələrinə soxulan İran humanitar yardım adı ilə əhaliyə əslində arxalarındakı dövlətin Azərbaycan yox, İran olması təbliğatını aparıblar. Eyni zamanda Güney Azərbaycan niyə İranın boğazında qaldı sualı ilə də Əziz Əlibəlinin bir yazısı diqqət çəkir. İran Azərbaycana qarşı münasibətləri növbəti mərhələyə daşıyaraq faktiki olaraq ölkəmizə informasiya müharibəsi elan edib. Bu gedişat göstərir ki, İranın Azərbaycanla bağlı müəyyən planları var. Bu niyyətləri pərdələmək üçünsə Cənub Azərbaycan anlayışından bəhanə kimi istifadə edir. İran tərəfi ASTV-ni və digər kanallarımızı efirdə Güney Azərbaycan ifadəsinin işlədilməsinə görə ittiham edir. Halbuki Azərbaycan heç bir halda İranın ərazi bütövlüyünə hörmətsizlik etmir. Azərbaycanın Güney Azərbaycan haqqında danışması onun konstitusiya hüququdur. Dünyadakı bütün Azərbaycanlıların hüquq və azadlıqları qorunmalı, onların milli kimliyinin inkişafına dəstək verilməlidir. Buna baxmayaraq Azərbaycan İranın suverenliyinə hər zaman hörmətlə yanaşıb. Lakin unutmaq olmaz ki, İran Qarabağ müharibəsi dönəmində Ermənistana açıq dəstək verdi. Torpaqlarımızın işğal olunmasında, ata-baba yurtlarımızın darmadağın edilməsində dolayısıyla iştirak etdi. İllər öncə Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımızın düşərgələrinə humanitar yardım adı altında gələrək şiəlik təbliğatı apardılar. İnsanların ağır vəziyyətindən istifadə edib onları dini ideologiya ilə zəhərləməyə çalışdılar. Bugün isə İran, ABŞ və İsrail ilə yaşadığı gərginlik fonunda münaqişənin miqyasını böyütməyə çalışır. Bölgədə müharibəyə cəlb edilməmiş ölkə qalmasın prinsipi ilə xaos yaratmaq, bununla da Vaşinqton və Təl-Əvivə təzyiq göstərmək niyyətindədir. Azərbaycan İranın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda Tehran rejiminin nümayəndələri ölkəmizə
Aran Respublikası və ya Bakı Cümhuriyyəti deyə müraciət edirlər. İran millət vəkilləri və Sepaha bağlı şəbəkələr Azərbaycanın suverenliyinə açıq hörmətsizlik nümayiş etdirirlər. Bakı Cümhuriyyəti ifadəsini işlətmək Azərbaycanın digər torpaqlarını tanımamaq deməkdir. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da İran beynəlxalq müstəvidə bu ad bizimdir deyərək kampaniya aparırdı. Amma unudurlar ki, son 1000 ildə İran adlanan coğrafiyanı məhz Azərbaycan sülalələri, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar idarə edib. İran Azərbaycan Respublikasını Rusların, ateistlərin və ya siyonistlərin yaratdığı süni dövlət kimi qələmə verməyə çalışır hal-hazırda da. Lakin İranın özünün nə qədər süni bir yapıya, struktura malik olduğu onun etnik tərkibində, dövlətçilik modelində və yürütdüyü siyasətdə aydın görünür. Azərbaycan harada yaşamasından asılı olmayaraq istər İranda, istər İsraildə, istər Ermənistanda bütün soydaşlarının hüquqlarını müdafiə etmək məcburiyyətindədir. İran Azərbaycanı ittiham etməzdən əvvəl öz tarixinə baxmalıdır. O tarixdə Azərbaycanlıların silinməz bir möhrü var. Bugün Azərbaycan ədəbiyyatında Güney Azərbaycan mövzusu qırmızı xətdir. Biz tariximizdən Bəxtiyar Vahabzadəni, Səməd Behrəngini, Məhəmməd Hüseyin Şəhriyarı, Məmməd Arazı, yoxsa iki bölünməkdən elə qorxmuşam, çöpü də ikiyə bölmərəm daha deyən Söhrab Tahiri mi silməliyik? Bu cür yanaşmanın da bir həddi olmalıdır. Azərbaycanı hədəf almaqda İranın ana geosiyasi məqsədi sıxışdırılıb çıxarıldığı Qafqaza yenidən qayıtmaqdır. Xəzər dənizini hərbi risk zonasına çevirdikləri kimi münaqişəni Cənub Qafqaza da sıçratmaq, Azərbaycana ideoloji, dini və mənəvi baskı etmək niyyəti açıq-aşkar görünür. Lakin unudurlar ki, Azərbaycan Respublikası strateji mövqeyi, müstəqil xarici siyasəti və son hərbi siyasi qələbələri ilə bölgənin ən güclü aktorudur. İranın bu təxribatçı siyasəti ən çox onun özü üçün təhlükəlidir. Çünki İranda yaşayan milyonlarla Azərbaycanlı Güney Azərbaycan faktoru Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyir və müdafiə edir, deyə siyasi ekspert Əziz Əlibəyli bu barədə geniş bir şərh, geniş bir təhlil paylaşıb Facebook platforması üzərindən. Elə digər yazısı da diqqətimi çəkdi və efir vaxtımız da buna yol vermişkən istərdim həmin yazını da sizin diqqətinizə çatdırım. Sepah həddini aşdı. Azərbaycanı İran cəhənnəminə daxil etmək üçün Ukrayna dronlarını böhtan kimi istifadə edir. Azərbaycanla İran arasında baş verən hadisələr diqqət cəlb etməkdədir. Xüsusilə Amerika Birləşmiş Ştatları İran müharibəsi fonunda Azərbaycan öz bitərəfliyini elan etməsinə baxmayaraq İranda müəyyən qüvvələr anti-Azərbaycan təbliğatı aparmaqdadırlar. Bu xüsusda diqqət çəkən əsas məsələlərdən biri ötən gün İran Kəşfiyyat Nazirliyi tərəfindən Azərbaycanın aparıcı kanallarının, o cümlədən ölkənin birinci kanalı Azərbaycan televiziyasının qeyri-qanuni elan edilməsi oldu. Yəni qadağan elan edilməsindən söhbət gedir. Buna güya onların anti-İran və Güney Azərbaycanla bağlı təbliğat aparması ilə İran bunu əsaslandırır. Buna cavab olaraq Azərbaycan tərəfi Media İnkişaf Agentliyi xətti ilə həm Səhər kanalının, həm də Mehr İnformasiya Agentliyinin Azərbaycandakı fəaliyyətini qeyri-qanuni elan etdi. Amma bu detallar çərçivəsində bir sıra ciddi nüanslar diqqət cəlb etməkdədir. Sepaha bağlı olan müxtəlif insider kanallarda Azərbaycana qarşı böhtan kampaniyaları hal-hazırda davam etdirilir və bu kampaniyalarda yeni tezislər irəli sürülür. Bu tezislərdən biri də ondan ibarətdir ki, bu yaxınlarda Ukraynanın Xəzər dənizində İrandan Rusiyaya silah daşıyan gəmini vurmasında Azərbaycanı günahlandırırlar. İddia edirlər ki, Ukrayna dronları əməliyyat məqsədi ilə Azərbaycan ərazisindən istifadə edib. Bu baxımdan Azərbaycanı günahlandırmaq, ittiham etmək, ona məsuliyyət yükləmək və eyni zamanda ölkəmizi İran ətrafındakı əməliyyat meydanına daxil etmək cəhdi belə görünür ki, İran daxilindəki bir çox qüvvələrin xüsusi marağındadır. Yəni, İran qonşu ölkələrin münaqişəyə daha çox cəlb edilməsinin, prosesin mürəkkəbləşdirilməsi və içindən çıxılmaz bir mərhələyə gəlməsi kimi görür. Bunu Amerika Birləşmiş Ştatlarına və İsrailə qarşı bir növ
təzyiq, təhdid vasitəsi kimi də istifadə edir deyə siyasi ekspert, siyasi şərhçi Əziz Əlibəyli bildirib. Bəli, regionda vəziyyət onsuz da gərgindir, kifayət qədər fərqli strateji maraqların toqquşduğu bir regionda biz yerləşirik, coğrafiya qədərimizdir, taleyimizdir deyib İbn Xaldun təəssüflər olsun ki, bu qədəri biz bugün bu cür qonşularla bərabər bölüşməkdəyik. İran kimi qonşularına qənim kəsilmiş bir ölkə ilə, bir dövlətlə, bir rejimlə hal-hazırda yan-yanayaq baxmayaraq ki, hal-hazırda İranda bizim milyonlarla soydaşımız, Güney Azərbaycanlı soydaşımız yaşayır və elə həm də bu faktoru nəzərə alaraq Azərbaycan mehriban qonşuluq münasibətlərinə İranla üstünlük verib, humanitar yardımlarını mütəmadi formada İrana qarşı, İrana yönəlik həyata keçirdib. Eyni zamanda heç bir zaman nəinki İran, heç bir ölkəyə, heç bir qonşu ölkəyə hər hansı bir hücum əməliyyatında Azərbaycan iştirak etməyib, öz ərazisindən platform olaraq istifadə edilməsinə şərait yaratmayıb, buna icazə verməyib, bu istəkdə bulunan tərəfin dünyanın super güc ölkəsi olmasına rəğmən Azərbaycan dövləti hər zaman öz qətiyyətli mövqeyini, cəsarətli mövqeyini ortaya qoymağı bacarıb. Təbiidir ki, bu yalnız bizim İrana yönəlik olan siyasətimiz deyil, bütövlükdə region ölkələri üçün, qonşu ölkələri üçün mövcud olan münasibətimizdən irəli gələn bir addımdır. Ancaq təəssüflər olsun ki, bu cür dost yana münasibəti İran tərəfi özünün şovinist maraqları çərçivəsində qəbul etməyə çalışır və daxili auditoriyanı da eyni zamanda Azərbaycana qarşı yönətməyə çalışır. Və təbiidir ki, bütün bunların arxa pərdəsində hansı maraqlar dayanır, biz bunları çox yaxşı bilirik, yaxşı başa düşürük. Çünki eyni maraqlar bizə elə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilərkən də məlum idi, atılan addımlar formasında torpaqlarımız işğal altında qaldığı dönəmdə də bizə məlum idi, işğal altında olan torpaqlarımızdan İran tərəfindən boz zona kimi istifadə edildiyi vaxtda da bizə məlum idi. Ermənistandan bir rıçaq kimi, tranzit kimi istifadə edildiyi zamanda da bizə məlum idi. Ermənistanın maraqları müdafiə olunarkən də, dırnaqarası suverenliyi müdafiə olunarkən də bizə məlum idi. Azərbaycan ərazi bütövlüyünü təmin etdiyi dönəmdə də müxtəlif formalarda faktlar hal-hazırda mövcuddur ki, nə cür İran Ermənistanı dəstəkləmişdi, hərbi resursların, sursatların Ermənistana daşınmasıyla və bütün bu addımlar əslində əsl niyyətin nə olduğunu göstərirdi. Bunun üzərinə bir də Zəngəzur dəhlizi layihəsindən danışarkən suverenliyimizin bərpası real olaraq icra olunar.